Salam, hər vaxtınız xeyir olsun. Damarları təmizləyən, qədim zamanlardan gələn bir resepti nəzərinizə çatdırmaq istəyirəm. Bu qarışımı hər gün səhər ac qarnına yeməkdən 1 saat qabaq qəbul etmək olar. Bunun üçün bir xörək qaşığı zeytun yağına 25-26 damcı limon suyu əlavə edirsiniz və qəbul edirsiniz. Daxilə qəbul olunur. Bu qarışım nəinki damarları təmizləyir, eyni zamanda mədə və bağırsaqları, öd kisəsini, qaraciyəri təmizləməklə funksiyalarını yaxşılaşdırmaq olur. Zeytun və limonun qarışığı maddələr mübadiləsini yaxşılaşdırır, həzmi yaxşılaşdırır, qəbizliyi aradan götürür. Bədəndən həzm olunmayanları xaric edir. Bu qarışımı hər gün səhər bir xörək qaşığı qəbul etmək olar. Hamınıza can sağlığı arzulayıram. Özünüzdə müğayət olun.